Herkese salam dostlar. Bugün sizlerle birlikte bu yoksa bu videosu çekeceğiz. Seçtiğimizin niye bunu seçmişim diye sebebini de izah etmek zorundayız. Videomuza geçmeden önce kanalıma abone olup like atmayı, yorum ve fikirlerinizi bildirmeyi unutmayın. Zəhmət olmasa başlayaq. Deməli dostlar, birinci sualımızdan başlayırıq. Deyir ki 1 milyon manat yoxsa xəyalındakı iş. Ben olsaydım 1 milyon manat da yaxşıdır, xəyalımdakı iş də yaxşıdır. Mən məsələn böyüyəndə həkim olmaq istəyirəm. Xəyalımdakı işi seçərdim. Yəni 1 milyon manat zaten məsələn mən indi 1 milyon kimsə gətirib mənə 1 milyon manat qoysa qabağıma, gələcəyə qədər mən zaten 1 milyon manatı qutaracam da, yəni. Qutarıb gedəcək də. 1 milyon manat olanda xoşbəxt olacam, qutaranda yəni hər şey əlimdən itib gedəcək də. Amma xəyalımdakı iş eləyəndə en azından ben işleyende pul kazanırım. Ona göre xəyalımdakı iş. İkinci suala devam edirik. Keçmişe getmək yoxsa gələcəyi görmək. Mən olsaydım gələcəyimizi en azından təxmin edə bilirik. Ama keçmişimizi de bilirik. Ama mən keçmişe getmək istəyərdim. İnsanların nə qədər zor. Mesela bəzi nənələr nəvələrinə deyir ki, sən niyə bu telefona çox baxırsan? Bizim uşaq vaxtımızda heç telefon yox idi. Ancaq dostlarımızla oyun oynayardıq. Bəzi nənələr belə deyir. Bəzən deyirlər ki, telefon yox idi, nə bilim biz çox zorluqlar çəkmişik keçmişdə uşaq olanda. Gedib o keçmişi görmək istəyərdim. Baxın görüm nə qədər zorluqlar çəkiblər. Amma inanmıram, yəni çəkərlər də o qədər. Ona görə keçmişə getmək. Gələcək istəmirəm mən. Keçmiş istəyirəm. Keçmiş olsun. Keçmişə getmək. Üçüncü sual. Bir il internetsiz yoxsa bir il telefonsuz? Əlbəttə ki, bir il telefonsuz. Yəni internet olmasa mən olmaram. Mən internetsiz yaşaya bilmərəm. Heç vaxt yaşaya bilmərəm. İnternetin xəstəsiyəm mən. Yəni bir il telefonsuz yaşayaram mən. Babat yaşayaram mən o üzdə. En azından televizorda internetten işləyirək elə bil hər şey. Ona göre televizorda baxa bilərsiniz. Devam edirik. Dördüncü sual. Uçmaq yoxsa görünməz olmaq. Uçmaq çox da işe yaramır. Bəzən işe yaraya bilər ama çox da işe yaramır. Ama görünməz olmaq. Bunu kim istəməz? Yəni bəzələri istəməyə bilər, uçmaq seçə bilər ama mən əlbəttə ki görünməz olmaq seçərdim. En azından çox işe yarayan bir şeydir. Devam. Heç vaxt yatmamaq yoxsa heç vaxt acmamaq. Heç vaxt yatmamaq seçərdim. Yəni bir insan heç mi acmaz? Yəni bir insan yeməksiz qala bilməz. Yəni yeməksiz qalsa bir gündə vaxt o öləcək, gedəcək. Devam edək. Yenə pul mövzusu. Okay. Beşinci sualımızın cevabı heç vaxt yatmamaq oldu. Altıncı sualımızın cevabını da bildirək. 100 milyon manat yoxsa dünyanın bütün ölkələrini gəzmək. 100 milyon manatı seçərdim. İndi deyəcəksiniz, niyə 100 milyon manatı seçirsən? Çünki en azından mənə 100 milyon manatı alanda istədiyimi edə bilirəm. Dünya turuna da çıxa bilərəm 100 milyon manatım olsa. 6. sualın cevabı 100 milyon manat. Devam. Daha doğrusu dostlar, mən 15 sual demiştim və yaxud da deməmişdim. Suallarımız 14 sual. Yəni bütün ümumi sualların sayı 14'dür. Devam. Bir gün məşhur olmaq yoxsa ömür boyu xoşbəxt olmaq. Yəni bir gün məşhur olmaqdansa ömür boyu xoşbəxt olmaq daha məntiqlidir məncə. Ona göre ömür boyu xoşbəxt olmaq. Devam edirik 9. sualla. Hər dili bilmək yoxsa hər musiqi alətində çala bilmək. Mən məsələn tarda çox gözəl mahnılar çalıram. Tarda çalanda eyni zamanda piano ilə gedirəm. Yəni bir musiqi alətini çalanda digər musiqi alətlərindən də başa düşə bilirsən də. Yəni məsələn mən tar çalıram piano ilə və digər musiqi alətlərindən başa düşə bilərəm. Ona görə də hər dili bilmək seçərdim. Çox yaxşı bir şeydir yəni. Məsələn bayaq sual var idi.
6-cı sual. Orada deyirdi 100 milyon manat yoxsa ne deyirdi orada? 100 milyon manat yoxsa dünyanın bütün ölkələrini gəzmək. Yəni mən 100 milyon manatı seçdim. Çünki yəni səbəbini də deyim. Səbəbini dedim zaten bayaq. Yəni 100 milyon manatım olsa bütün dünya turunu zaten gəzə bilərəm mən. Ona görə də 100 milyon manat. Və hər dili bilmək yoxsa hər musiqi alətində çala bilmək. Mən hər dili seçərdim. 100 milyon manatım olanda dünya turuna gedəndə hər dili bilərək bütün insanlarla münasibət qura bilərdim. Uzatdım biraz, üzr istəyirəm. Davam edirik. Bir arzun 10-cu sualına davam edirik. 10-cudur bu. Yox, 9-cu. Bir arzun həyata keçsin, yoxsa 10 milyon manat qazan. Ancaq pul. Neyse, bir arzum həyata keçsin istəyərdim mən. Biraz kameraya yaxınlaşım. Bir arzum həyata keçməsini istəyərdim. Yəni niyə də olmasın? 10 milyon manat seçməyin yerinə məncə yəni bir arzumun həyata keçməsini istəyərdim mən. Yalnız şirin yemək, yoxsa yalnız duzlu yemək? Mən duz üçün ölürəm. Duzu çox sevirəm, amma şəkəri də çox sevirəm. Amma duzu ondan daha çox sevirəm, ona görə duzlu yemək. Şəkərli yemək yəni heç xoşlamam. Az da xoşlayarım, şəkəri xoşlayarım, amma çox da xoşlamıram. Nə yəni? Duzdan çox xoşlayanmaram mən şəkəri. Davam edirik. Dənizdə yaşamaq yoxsa kosmosda? Dəniz nə əlaqə? Dənizdə bir insan necə yaşaya bilər? Yəni gəminin içində dənizdə yaşamaq. Sol başqa məsələ əlbəttə ki. Kosmosda yaşamağı seçərdim. Yəni dənizdə bəlkə bir fəlakət baş verdi, mən öldüm. Allah qorusun. Bəlkə bir fəlakət baş verdi, mən öldüm. Hər bilmiyorlar. Kosmosda yaşamaq. Heç vaxt səhv etməmək, yoxsa hər şeyi xatırlamaq. Hər şeyi xatırlamağın yerinə heç vaxt səhv etməmək məncə daha yaxşıdır. Heç vaxt səhv etməmək. Çünki yəni hər şeyi xatırlayanda nə əldə etmiş olursan? Bax, nə əldə etmiş olursan? Məsələn, keçmişi xatırladım. 1 yaşında, 2 yaşında olan hadisəmi xatırladım. Nə əldə etmiş oldum? Ailecə oturduq, həmin xatırladığım şeyi danışdım ailəmə. Ki, belə olubdu, güldük falan filan. O mövzu artıq qutardı, getdi, axı elə bil. Səhv etməmək. Mən səhv etməyi heç xoşlamıram. Ona görə səhv etməmək. Son bir sualdı, 2 sualdı, son 2 sual. 10 il keçmişə qayıtmaq, yoxsa 10 il gələcəyə getmək? 10 il keçmişə qayıtmağı. Mən zaten keçmiş dedim. Keçmiş yoxsa gələcək sualında mən keçmiş demişdim. Ona görə nə olacaq bu? 10 il keçmişə qayıtmaq. Yəni 1 yaşımda olarkən. Mən indi 11 yaşım varsa 1 yaşımda olan günə gedirik. Bir sırrı sonuncu sualımızdır. Bir sirri öyrənmək, yoxsa bir arzunu reallaşdırmaq. Sirri öyrənəndə zaten məsələn bir dostum var, məsələn adını nə qoyaq? Nəysə də, bir dostumun adı Lalədir. Sən onunla neçə ildir dostsan? Sinifdə də bir dənə qız olduğunuz, məsələn bir dənə qız var imiş. Lalə ilə onun dedikodusunu eləyirsiniz. Amma Lalə gəlir, həmin sənin qızıq, ikinizin də qızıq olduğu qızla gedir dostluq eləyir. Halbuki Lalə onunla dostdur və ona heç qızıq olmur. Və məni də heç sevmir, sevməyərək də mənimlə dostluğa devam edir. Yəni, qısacası məni aldadır. Yəni, bu sirri gəldi kimsə mənə dedi. Qalıram belə, mən normalı sillərə işləndə heç nə eləmirəm, belə qəribə sillərə içində. Sadəcə içimdən sinirlənirəm, o qədər. Nəysə. Sirri öyrənmək istəməzdim, arzumu reallaşdırmaq istəyərdim. Sirlərdən nifrət edirəm. Yəni, məsələn, indi danışdığım hadisə var ya, olmayıbdı, elə beləsini danışıram sadəcə. Ki, yəni, nümunə gətirim də. Olsa belə, yəni, bu sir mənə qarşı olsa, o qızla və yaxud da bir dost oğlanla dostluğumu kəsərəm və bir də onunla danışmaram, görüşmərəm
Yəni məsələn sinifdə növbəsiyəm, ona belə sus demərəm. Yəni onunla münasibətimi tamamilə silərəm. Yəni qız olsun, oğlan olsun fərqi yoxdur. Və dostlar, suallarımız bura qədər idi. Bu sualları oxumuşkən, sualları verərkən zaten siz də məni tanımış oldunuz. Artıq mən bunu mu seçərdim, onu mu seçərdim deyə bilmiş oldunuz artıq. Yəni, nəysə. Videomuz bura qədər idi. 14 sual idi də zaten. Videomuz bura qədər idi dostlar. Kanalıma abunə olub, like atmağı, yenə deyirəm. Kanalıma abunə olub, like atmağı, yorumda fikirlərinizi bildirməyi unutmayın. Sizi sevirəm, öpürəm və bay bay.